Hı Hə, hı. nə qədər alar? Dediyim kimi doktor, bu zaman buna kaş ki bilə bilsəydiniz mən nə qədər belə çətinlik çəkirəm bu suala cavab verməyə. Bu tamamilə özündən asılı olan bir şeydir. Sizin sizin yəni kaderinizdən asılı olur. Məsəl üçün dediyim kimi mən eyni bax patok yoldaşımla gəlmişəm doktorla bura. Eyni gündə gəlmişik, amma aramızda o qədər yol fərqlərimiz var ki. Yəni onun ulaşdığı yerə mən 5 ay ulaşmışam. Onun 5 ay ulaşdığı yerə mən 3 həftəyə ulaşmışam. Belə-belə ona görə bu tamamilə Almaniyadakı keçəcəyiniz o serüvəndən asılıdır. Bir də ki, sizin alman dilini qavramağınızdan, hansı landa gedəcəyinizdən. Məsələn, mən yanlış elib Bayerdə getmişəm. Məsələn, mən sizin yerinizdə olsam, FSB üçün qətiyyən, yəni girərdim FAMED-ə, termin alardım, həm FAMED imtahanına hazırlaşardım, oradan imtahandan keçib Baden-Württemberg'e gedərdim. Çünki Baden-Württemberg böyük landdır, iş şeyi çoxdur. Yox, əgər FAMED deyirsən ki, qardaş, FAMED mənlik deyil. Çünki FAMED üçün, yəni FAMED hazırlığı ilə klassik FSB hazırlığı biraz fərqlidir. Çünki FAMED-də başqa yönəlmən lazımdır. FSB-də başqa yönəlmən lazımdır. Baxmayaraq ki, hər ikisi yəni Fachsprachprüfung imtahanıdır. Amma yox, mən FAMED-lə uğraşmaq istəmirəm deyəndə kesinliklə FAMED-ə termin alıb, burada imtahana girməyib, gedib milli vizaya gəlib, Türingendə anmeldin olub, Türingendə imtahana girib, Türingendən keçib, ondan sonra sənədlərini başqa landa çəkməyi önərərdim. Hə, ailəli olan varsa aramızda, vaxt itirmək istəmirsə, hə, bu başqa şeydir. Burada artıq, məsəl üçün, artıq ən qısa nədirsə o olsun deyirik. İndi bu başqa məsələ. Amma mən sizin yerinizdə olsaydım, bu dəqiqə 6-cı kurs qutarıb gəlsəydim, əgər, onsa mən cərrah olmaq istəmirəm, cərrahiyyə istəmirəmsə, kesinliklə FAMED-lə gəlib, Almaniya FAMED-lə gəlib, Türingenə gedərdim, ya da ki, FAMED-i keçib, Baden-Württemberg'e gedərdim. Başqa bir doktor sual verir ki, salam, 2-ci kursdan getmək haqqında məlumatınız var, sual verə bilərəm, əgər varsa. Hə, doktor, sual verə bilərsiniz. Dediyim kimi, birinci yarısında dediyim kimi, mən birinci kursdan bağlı, ikinci kursdan bağlı keçişlərlə, gəlişlərlə deyirsinizsə, mən o barədə bir şey bilmirəm. Amma maksimum sizə o adamı yönləndirə bilərəm. O başqa məsələ. Amma yox, alman dili ilə bağlıdırsa, əlbəttə, sual, əgər bununla bağlıdırsa, verin, cavablandıraram. Tamam, o zaman o yazar. Almaniyada uzman həkim adını almaq neçə il çəkir təqribi? TUS-dakı uzmanlıqla Almaniyadakı uzmanlıq bir-birindən fərqlidir deyə eşitmişəm. Demək ki, Türkiyədə daha tez bişirsən, bu indi mən həqiqətli deyirəm də, mən həyatımın heç bir müddətində nə Türkiyədə, nə də Azərbaycanda işləmək istəmərəm bundan sonra. Məsəl üçün, mənim üçün ən ideal ölkə Almaniyadır. Bu düşüncədə olan adam belə mən reallığı deyəcəm. Bir ixtisasda ən qəşəng puxtalaşma istəyirsə bir nömrəli uzmanlıqdır. Yəni bunun istisnası yoxdur. Bunu kim əleyhinə deyirsə səhvdir. Misal üçün uzman olub, nə olacaqsınız? Uzman Türkiyədə işləyib sosial həyatınız olmayacaq, can güvənliyiniz olmayacaq, tibbi huzurunuz olmayacaq. Amma siz misal üçün 5 ilə mən uzmanlıqda olub cərrahiyyəni yaxşı bilərəm, yoxsa Almaniyada, əlbəttə ki, Türkiyədə. Bunun istisnası yoxdur. Bunu kim deyirsə yalan deyir. Bunun istisnası yoxdur bunun. Hə, Almaniyada mən uzmanlığın, məsələn, bir uzmanın 5 ildə, bir uzman cərrahın 5 ildə edinə bildiyi o erfarungu, o puxtələşməni haçan eləyərəm, 5 ildə eləməzsən. Amma ergeç eləyəcəksən. Bunu 100%'dir. Amma Almaniyada biraz daha həyat o konuda biraz daha lənc davam edir. Yəni 5 ildə Türkiyədə elə, yəni biz 5 il, yəni bir uzman Türkiyədə asistan, yəni bir kömək gündə 100 xəstə görür. Burada 15-20 xəstə görəndən sonra həkimlər evə qızdırma ilə zadla gelir ki, mən bugün məhv oldum. Ona görə yəni bir həkimi yetişdirən nədir? Çox xəstə görməkdir. Ona görə uzmanlıqla qiyaslanamayacaq qədər şeydir. Ən idealı nədir? Gedib uzman olub, ixtisas keçib, ondan sonra Almaniyaya gələrsiniz. Bunda da çox gecikəcəksiniz də. O 5 ildən sonra nələr olar,
nələr bilmirik. Yəni 5 ildən sonra bəlkə biz Almaniya heç həkim qəbul etmədi. Bu da ola bilər yəni. Necə ki 8 il əvvəl cəmaət B2 diplomu ilə B2 sertifikatla gəlib həkim işləyirdi. Amma indi artıq elə alanlar var ki, FSB də yetmir. APRO istəyir. Ona görə 5 il sonra, 6 il sonra nələr olacaq heç kim bilmir. Ona görə ən idealı Almaniyaya gəlib burada həyata atılmaqdır ən qısa müddətdə. Bir şey bildirə bilərəm fikrinizə? Əlbəttə, buyurun. Bu B2 sertifikat dediniz siz. Bu FSB imtahanda bizim öz müəllimim deyir ki, bəs işte sertifikat deyil də sənin orada dil biliyin önəmlidir. İşte Almanca necə danışırsansa. O sertifikat dediniz, belki biraz ondan qorxdum yəni. Niyə? B2 sertifikatı sadəcə sənədləşmədə rol oynayır. Misal üçün, adam sizdən sənəd istəyir, diploma əlavəsi sertifikat. Sən ona deyə bilmirsən də, qardaş, ala bu mənim diplomum, bu da diploma əlavəm, amma mən Almanca sökürəm. Ona siz necə izah edəcəksiniz? Ona görə siz o diplomu ona vermək zorundasınız ki, bir də bu var. FSB imtahana girəndən sonra sənin artıq heç kim, bunun B2-si var qardaş, yox, bunun B2-si var, bundan ehtiyatlar, heç kim elə baxmır. Nə olsun B2-in var? Sənin burada danışıma baxılar. Yəni, B2-in olmalıdır, üstəlik Alman dilində çox yaxşı olmalısan. Çünki, məsəl üçün, mən də TELK B2 almışam, TELK B2 alanda Almanyaya gəldim, gördüm ki, A2-yəm, misal üçün. Söhbət buna. Bu şamxala xas bir şey deyil. Bütün Aslanlərdə belədir. Yəni, sonuçta siz yabancı bir ölkəyə gəlirsiniz də, nə qədər B2, məsələn, siz B2-də nə bilim, nə imtahan vermişik, nə bilim, söhbət, dəxilsiz şeylər, burada başqa bir həyatın içine atılırsınız. Ona görə, amma siz Almancanız daha yaxşıdırsa, daha tez Almaniyaya olursunuz, inteqre olursunuz. Yəni, B2 sertifikatın varlığı bu sənədləşmə içində önəmlidir. Tamam, doktor. Bir də bəyək tibb bacılığı ilə bağlı bir sual soruşulmuşdu. Həmin xanım yazır ki, tibb kollecinin tələbəsiyəm, tibb universitetinin deyil. Oyda, mən onda vahşim heç bilgim yoxdur. Mən həqiqətən maalesef yəni o barədə heç bir bilgim yoxdur. Digər sualımız, neyrocərrahlıq sahəsi üçün Almaniyada rezidentura təhsili sizə uyğundurmu? Doktor, mən sizə dediyim kimi də, yəni bu ixtisasdan ixtisasa bir neyrocərrahiyyə falan filan, yəni Almaniya üçün hər şey uyğundur. Almaniya, yəni mən deyərəm ki, hər bir sahə Almaniyada uyğundur. Amma siz 5 ildə Azərbaycanda gördüyünüz, məsəl üçün, artıq 3-cü, 4-cü ilinizdə siz, məsəl üçün, mənim bir neçə neyrocərrah tanışım var. Məsəl üçün, adamlar 4-cü kursda o Qarabağ müharibəsi vaxtında gedib, hələ 4-cü kurs rezident olaraq gedib əməliyyat edirdi. Onurğa beyin yaralanmasının bir abaş özü əməliyyata girirdi. Yəni, baş operator kimi əməliyyata girirdi. Almaniyada siz o vəziyyətə 7-8 ildən tez gələnməyəcəksiniz. Məsələn, fərq budur. Amma Azərbaycandan daha qəşəng cihazlarla işləyəcəksiniz, çox daha fərqli seminarlara qatılacaqsınız, amma verməyəcəklər də Almanlar, yəni Almaniya burada o qədər o Datenschutz deyək, güvənmək baxımına var ki, bu Azərbaycanlıya xas bir şey deyil. Almana da elədir. Yəni Alman da, yəni o çətinliyi, o sıxıntını çəkir. Tamam. Bir nəfər yazır ki, salam, iş icazəsi aldıqdan sonraki mərhələ nədir bəs və həmçinin iş icazəsi və milli viza üçün lazım olan sənədlər hansılardır? Doktor, iş icazəsi Berufserlaubnisdir. Zaten biz FSB imtahanına girəndə, əgər FAMED deyilsə, zaten biz FAMED imtahanı bizə iş icazəsi vermir. Biz FAMED imtahanını keçəndən sonra biz hansı landda iş icazəsi verəcəyik, iş icazəsi almaq istəyiriksə, o landın lazım olan sənədlərini göndərik. Misal üçün, Bayerində biz, misal üçün, mən Bayerin üçün sənəd göndərmişdim, o Berufserlaubnis üçündür. Mənə deyir ki, tamam, mən sənə iş icazəsi verirəm. Bir dənə əksiyin var, nədir? Bu FSB imtahanı. Ged FSB-dən keç, gəl, verim sənə. Amma siz bu Türingendə 3 yuxarı, 5 aşağı sənədlər eynidir. İndi burada bir mən deyə bilmərəm də, bunun üçün, yəni məncə hələ tezdir bu. Amma yəni 3 aşağı, 5 yuxarı sənədlər bütün landlarda eynidir. Bəzilərində məsəl üçün deyir ki, nə bilim, mənə poçtla göndər, bəziləri deyir ki, legalizasiya ilə, bəziləri deyir ki, backup yetər.
belə cüzi fərqlər var. Amma FSB imtahanı Beruferi-Leibniz üçün ən böyük əngəldir. Yəni FSB imtahanınız varsa, yəni ortalama bir aya, 2 aya ala biləcəksiniz. Amma Bayerində bu biraz daha gecdir. Məsələn, Bayerində 6 ayı çəkəcək. Sizin əgər FAMED-iniz varsa, FAMED-dən keçmişsiniz, Bayerinə sənəd göndərmişsiniz Beruferi-Leibniz üçün. Üstünə də bu FAMED-in keçmə sənədini qoyursunuz. 6 aydan tez sizə B-yə gəlməyəcək. Amma misal üçün Baden-Württembergdə bu necədir bilmirəm, amma 6 ay içində gələcək. Ondan əminəm, çünki bir dənə tanışım var elə eləyən. Tamam doktor. Sizcə Almaniyaya sənədlərimizi özünüz göndərək, yoxsa hansısa kursla danışıb gedək? Bunun üçün yaxşı kurs tövsiyəniz varmı? Çox qəşəng sualdır. Doktor, bax, misal üçün, mən özüm Almaniyaya gələnə kimi, iş axtarana kimi, indi hal-hazırda iş axtarma mərhələsindəyəm. Bayerində iş tapa bilmirəm. Ona görə bir neçə dənə şirkətlə bu dəqiqə anlaşmışam. Onlar mənim üçün iş axtarırlar. Mən bu mərhələyə kimi həmişə deyirdim ki, gərək yoxdur. Mən amma bunu önərirəm. Almaniyada iş axtarana qədər heç bir şirkətlə falan məşğul olmayın. Hospitasiya ola bilər. Amma hospitasiyada mən 3 dənə fərqli hospitasiyaya keçmişəm, 3-ünü də özüm tapmışam. Qardaş, hospitasiya nə deyim, mail yazsam da, yəni onu mən də yaza bilərəm. Sadəcə, misal, mən bu dəqiqə nədir? Bu dəqiqə başqa işlə məşğulam. Xəstəxanalara özüm gündə 300 dənə mail göndərə bilmirəm. Amma o şirkətlər göndərir. Bunun artısı var, yəni avantajı var, dezavantajı var. Amma mənim təklifim budur, mənim önərim budur ki, iş axtarma mərhələsinə qədər hər şey özünüz eləyəsiniz. Belə, mənim deyəcəyim budur. Niyə bu dərin məsələlərdə, bu mənim başıma gələnlər, eşitdiklərim, şahid olduqlarım, bu cümləni demək üçün bunlar, yəni hansısa kurs yaxşıdır, hansısa kurs yaxşı deyil. Məsəl üçün, bir dənə, indi burada adını çəkmək istəmirəm, məsələn, bir dənə şəxs var, yəni o adamdan deyir, o şeytandan qaçar kimi, o bir dua var, şeytandan Allaha sığınırım, o bir dənə şəxs var. İndi neysə, onu burada demək istəmirəm. O adamdan, şeytandan sığınır kimi Allaha sığınmaq lazım, misal üçün. Bir dənə şəxs var, misal üçün. Daha indi burada dedim, adı neysə, onu deyə bilmərəm. Məsəl üçün, bir onu bilirəm ki, ona, yəni düşmənimə belə önərmərəm o adama. Amma başqa kurslar, başqa kursdur, başqa şirkətdir, onları deyə bilmərəm ki, bundan eləyin, eləmin. Amma mən ümumi deyirəm ki, özünüz eləyin. İş axtarma mərhələsi biraz daha fərqlidir. İndi onu inşallah Almaniyaya gələndən sonra özünüz görəcəksiniz. Həqiqətən iş axtarma biraz daha spesifikdir. Yəni iş axtarmada bəzən, məsələn, mən birinci işimi özüm tapmışdım, o heç. Amma artıq indi tıxanmışam, 4 ayda iş tapa bilmirəm, artıq zaman mənim əleyhimə işləyir. Ona görə mən 3 fərqli kursa müraciət etmişəm. Şirkətə daha doğrusu. Kurs deməyək də, şirkətə. Zaten mənim də tanışlarım hospitasiya üçün özləri sənəd falan yollamışlar. Yəni özünüz həm hospitasiya yazaraq, hospitasiya sənəd göndərərək, həm özünüz mailləşməni, bu sənəd işlərini özünüz eləyirsiniz, özünüz dalınca gedirsiniz. Həm də ki, nə bilim, daha güvənli olur da, istədiyim, yəni, misal üçün, mən deyərəm ki, 5 nəfər üçün hospitasiya axtarıram, hər kəsə yazıram, nə bilim, Əliyev Vəli üçün eyni yerə 5 dənə yer, 5 dənə. Yəni o qarşıdakı xəstəxana da deyir ki, bu nədir? Bir maildən 5 adam üçün şey gəlir. Və yaxud da ki, baxırsan ki, mail spama düşən maildir. Heç o klinika heç görmür o maili. Spamına düşür çünki. Amma özümüz yazanda, spama düşməyən maillə yazanda başdan ki, sənə cavab verirlər yəni. Bəli, doktor. Digər sual, salam, FAMED imtahanı keçdikdən sonra müəyyən vaxt həmin əyalətlərdə işləyib, bu sırada FSB imtahanına sənədlərimizi verə bilərikmi? Əlbəttə verə bilərsiniz. Çox qəşəng variantdır, çox möhtəşəm. Misal üçün, bu çox olar. Misal üçün, çox möhtəşəm olar. Deyəlim ki, siz, burada belə bir şey var ki, doktor, misal üçün, həm Rhineland, həm Baden-Württemberg, həm də Brandenburg sizdən Almaniyada, hansı klinikadan, Hollanddan Tuzagaya və yaxud da Hollanddan kim istəyir? Anmeldung istəyir. Ona görə siz
Zovizo Almaniyaya gəlməniz lazım. Hə, yox, mən Bayerindən B almaq istəyirəm, deyirsinizsə, çox möhtəşəm. Sənədlərinizi göndərirsiniz Bayerinə, qoy orada Bearbeiten getsin 9 ay. Mən o ərəfədə də imtahana hazırlaşıb imtahandan keçəcəm. Mənə Wunsch termin gələndə ki, sənin bütün sənədlərin gəlib, indi FSB imtahanın əksikdir. Gir FSB-yə, deyəcəm ki, ala. Bu da məndən bax, nədə, bax, Famedi keçmişəm, sizə 10-15 günə verəcəklər şeyi. Yəni, bu Berufelabisi. Yox, əgər siz məsəl üçün Famedlə Rhinelanddan B almaq istəyirsinizsə, siz Zovizo Almaniyada olmalısınız. Çünki yəni siz Berufelabnis üçün, daha doğrusu FSB-yə müraciət, Berufelabnis'ə müraciət etməniz üçün sizdən Anmeldung istəyir zaten o. Ona görə. Amma ən idealı odur. Məsələn, gələsiniz Almaniyaya, burada hospitasiya tapasınız, gələndən sonra hansı landda sənəd qeydi artıq qərarlaşdırılmışsa, o landa FSB üçün sənədlərinizi göndərərsiniz. Əgər Famed o landda keçərlidirsə, o ərəfədə də o Famedə hazırlaşın. Olar, əla olar hətta. Tamam. Bir nəfər soruşur ki, mövzuya əlaqəli olmaya bilər, amma soruşun, Almaniyada cərrahiyyə hansı səviyyədir? Hansı landlarda daha yaxşı səviyyədədir? Yoxsa Almaniyada cərrah olmaq olmurmu? Ətraflı danışardınız zəhmət olmasa. Məncə cərrahi haqqında bir dedim, bu doktor yəqin ki, məncə ətraflı informasiya almışdır, amma belə deyim, Almaniyada doktor, Almaniyanın bütün xəstəxanaları ən zəif kənd xəstəxanaları belə Azizanın ən güclü xəstəxanalarından donanım olaraq, həkim olaraq demirəm, donanım olaraq, yəni Ausstattung olaraq çox-çox irəlidədir, çox-çox irəlidədir. Yəni nə bilim, mən özüm, məsəl üçün, mən məhkəmə təbabətində işləmişəm, məhkəmə tibbi eksperti kimi. Mən Almaniyaya gəldim, deyirdim ki, bizim üsullar 1919-cu ildə Zimbabvedə istifadə etdiyimiz üsullarla biz meyid müayinə eləmişik. Burada insanlar, nə bilim, yəni bu bütün sahələrdə belədir. Yəni Almaniyada cərrah olmaq olur, kim deyir olmur. Sadəcə dediyim kimi, hansı şərtlərdə olur, onu da bir izah etdim. O ki qaldı, hansı land yaxşıdır? Doktor, Almaniyada kəndləşmə, şəhərləşmə fərqi yoxdur. Sonra mən bugün bir dənə dostlarımla bir yer var, gəzməyə getmişdik. Yəni, dağın 1700 metr yuxarılıqda bir qəsəbədir, harasa 5000 əhalisi var. Orada Bakının mərkəzində olmayan, nə deyim ona, belə mövlikaytlar var, əyləncə adına, məktəb adına, kənd adına. Ona görə Almaniyada kəndləşmə, şəhərləşmə yoxdur deyə o klinikada asılıdır. Misal üçün, Stuttgartdakı A klinika neyrocərrahiyyədə Avropada bir nömrə ola bilər. Amma o, Stuttgartda olduğuna görə deyil. O klinikanın özünün özəlliyidir o. Misal üçün, nə bilim, Mainzda, misal üçün, deyək ki, neyrocərrahiyyə çox möhtəşəm ola bilər. Ona görə bu landa görə cərrahiyyənin bu növü yaxşıdır deyə belə bir şey yoxdur. Bir nəfər soruşub, yəni ki, bakalavr üçün soruşur. İkinci kursdan sonra qəbul olmaq üçün ortalama neçə bal lazımdır il ərzində? 85 ortalama və C1 yetərlidir onda birinci kursdan başlamaq üçün. Onu bilmirəm, doktor. Ona görə, əgər bir daha bunu deyirəm, belə bir suallarınız varsa, Aysel doktorla əlaqədə olun. O mənə, doktor, suallarınız belə yetəri qədər, kifayət qədər çoxdursa və belə sual deyə deyil, ciddi bu mövzuda əgər düşünülürsə, mən o dediyim, o tanışımı sizinlə tanış eləyərəm. Siz birbaşa doktorları onunla da tanış eləyərsiniz, özünüz danışarsınız, yəni belə. Tamam, doktor. Bayaq bu son cavab verildi məncə. Almaniyada ATU-nun ortalaması önəmlidirmi deyə? Yox, heç bir önəmi yoxdur, heç bir önəmi yoxdur. Tamam. Famed imtahanı hələ tələbə ikəndə vermək olurmu deyə? Yəni, belə deyək, Famed imtahanı vermək üçün diploma ehtiyac yoxdur deyə, ona görə, yəni belə nədir, Almanlar demişlər nədir, bu praktik olar. Yəni, bizdən 500 avronu ver, 10 yaşlı uşaq da gedər ora. Yəni, onun üçün elə bir şey yoxdur. Amma siz, deyəlim ki, 3-cü kursda Famed imtahanı keçdiniz, 6-cı kursda Famed imtahanının keçmə belgesini tanıta biləcəksinizmi, ondan əmin deyirəm, onu bilmirəm. Yəni, belə bir qanunnamədə yoxdur. 3 illik Famed imtahanı keçərsizdir. Heç yerdə yoxdur bu. Amma adama deyərlər ki, qardaş, sən niyə 3 il əvvəl keçmirsən, indi gəlib keçdə, yəni sən niyə universitetdə oxuya-oxuya gəlib
o imtahanı keçmirlər. Misal üçün deyirəm. Yəni bunu desələr sən nə edəcəksən? Ona görə bu sualın cavabı yoxdur yəni.